Vallahi görürəm ki, Azərbaycanda kimsə kimsənin sözünə baxmır. Kimin yanına gedirsən şikayətə, şikayətin havada qalır. Kimdən yazırsan deyir canın çıxsın get kimə deyirsən deginən vecimə döyür. Deyirsən İlham Əliyeva deyəcəm. Deyirlər ki, İlham Əliyev kimdir getsin öz dərdini çəksin. Mehriban xanıma deyəcəm. Deyir o da oylasını alıb. Çünki Azərbaycanı elə bir vəziyyətə qoyublar. Məsələn, Zeynal Nağdaliyevin özü neçə illərdir bütün ərazi bölgüsü, torpaqlara zada baxırdı. Əməli başda elə bir günən ki, dədəsi Azərbaycan torpaqlarını özəlləşdirib bunu üçün. Biz 2008-ci ildən qeyri-hökumət təşkilatı olan uşaqlara, kasıb uşaqlara autizm reabilitasiya mərkəzi açmaq üçün çalışırıq. Amma ki, heç birinin vecinə deyil. Çünki Mehriban xanım hamam suyu ilə özünə dost tutur. Pullarımızı, uşağımızın pullarını verir qızına. Qızı gedir, nə bilim, Vyetnamda göyə ki, uşaqlarla şəkil çəkdirir, Vyetnamdakı uşaqlara verir. Nə bilim, o biri qızı gedir, itə heyvana verir. O birisi gedir Afrikaya, Afrikada pulumuzu paylayır. Bacı, bizim balalarımız Azərbaycanda Afrikalı uşaqlardan çətin vəziyyətdədirlər. Bizim uşaqlarımızın bir dənə reabilitasiya mərkəzi yoxdur ki, biz orada uşaqlarımızla məşğul olaq. Sənin bir dənə reabilitasiya mərkəzi güya açmısan, o da ki, ayı 7-8 minə çıxır. Sən Azərbaycan balalarının analarına, atalarına o pulu verirsən ki, sən Azərbaycan balalarına uşaq pulu verirsən ki, sən bizə Pulatlı reabilitasiya mərkəzi açırsan. Və bunların hamısını oturun fikirləşin də. Bu Zeynal Nağdaliyevin elə bir gələn torpaqlar Azərbaycan torpağı dədəsi malı da kişi. Bizə niyə torpaq ayırmırsan? Bizim özümüzün torpağımız var. Həmin o torpağa sənədləri niyə vermirsən? Sürüşmə zonasına düşmüşdü. Başqa yerdə verdi. Kişi olun da. Niyə kişiliğiniz yoxdur sizin? Bir dənə mənə onu deyin, mən bilim də. Bir gün sənin balaların, nəvələrin başına belə bir şeylər gəlməyəcək. Axı, heç bir qarğış yerdə qalmır. Bu qarğışın altından siz necə çıxacaqsınız? Mehriban xanım, millət qarğış eləyir. Sən görmürsən bunu. Sən görmürsən öz balaların gününü. Bəlkə elə doğrudan da ki, sən qarğışdan qorxmursan. Azərbaycan sizə nələr eləyib? Azərbaycan neyniyib ki sizdə yaxşılıqdan başqa? Ramiz Mehdiyevi indi eləyiblər kukla. Vaxt var idi, Ramiz Mehdiyevin ayağından öpənlər var idi. İndi yadlarına düşüb ki, çevriliş eləmək istəyib. Eləmişdi də, bir adam neçə dəfə çevriliş eləyər ki. 2003-cü ildə Ramiz Mehdiyev çevriliş eləmişdi də. İndi Ramiz Mehdiyevin əmlaklarının siyasi çıxır. Nə olar, onun bir dənə konfiskavasiya olunan əmlakından birini verin də bizlərə. Bizim bir dənə əlacımız qalıb. Mən sabahları papaya yazacağım. Yazacağım, deyəcəm ki, ay papa, sənə 45 milyon Mehriban xanım bizim uşaqların boğazından kəsilən pulları gətirib sənin Vatikanlığa verib. Həmin o Vatikanda 45 milyonun bizə lazım deyil, biz ac gözləyirik. Bircə milyonunu verginən özümüzə, heç olmasa bir 100 min, 150 min aparım qoyum Nəqdəliyevin, Zeynal Nəqdəliyevin qabağına ki, ay Zeynal Nəqdəliyev, atan sənə ayırmış torpaqlarından, heç olmasa biz üçün biraz torpaq sahəsi ayırgınən, qalanını da tikək qalan pullara da ki, xaricdən özümüz üçün avadanlıqlar gətirək ki, bizim uşaqlarımız gedib pullu müalicələr görməsinlər, əziyyət çəkməsinlər. Bəs durun. İnsanları az axmaq yerinə qoyun. Allaha and olsun yazacağım. Yazacağım mən. Ona ki 1 milyonu qaytar giden özümüzə. 1 milyonumuzu bizə qaytarmasın. Biz o pulları sənin Vatikanova halal eləmirik. İndi bax da Mehriban xanım, özün də fikirləş günən gör günən ki, sən Azərbaycanı hansı günə qoymuşsan ki, Azərbaycan anası buna razılığa, buna gedir. Deyir, beliyə baxanda ki, hərə bir tərəfdən yaltaqlarım var, bir gün o yaltaqların da çıxacaq sənə. Necə ki, indi Ramiz Mehdiyevin qabağında əyləndə, Ramiz Mehdiyevin arxasıycan üzünə hərəsi kişi çıxıb danışır. Vaxt gələcək, sənin elədiklərin hamısı bir televizorlarda yox. Cəmaatın ağzında sən dastan olacaqsan, gülünc obyekti olacaqsan. Nəysə, Allah özü millətimə kömək olsun.